Deməli, çox gözəl bir psixoloqu bura dəvət etmək istəyirəm. İllərdir N.R. Bu ad və soyad artıq özünü təsdiqlətmiş bir markadır deyim. Çünki, bəli, sizə elə bir xanımı dəvət edirəm ki, Narınc Psixologiya Mərkəzinin həm təsisçisidir, rəhbəridir, uzman kliniki psixoloqudur və belə deyim də, insan öz işini yaradandır. Deyir, həm anasıdır Narınc xanım, həm də atasıdır. Ay, belə xoş gəlmişsiniz. Xanım əvvəla xoş gəlib. Elə biləm ki, elə sərdən buradadır. Artıq suala keçmək istədim. Necəsiniz? Yaxşı olun. Çox qəşəng görünürsünüz. Çox sağ olun. Gözünüzün gözəlliyi. Bax, bu gözəl rənglər sizə çox narıncı rəng. Mənim adımın Adınız rəngi. kimi narıncı da giyinmişsiniz, gəlmişsiniz. Necədir işləriniz? Şükürlər olsun, çalışırıq. Elə işdən gəlmişəm. İşdən gəlirsiniz. Bəli, qəbullardan. Bugün necə keçdi gününüz? Daha çox hansı problemlərlə üzləşdiniz və necə gedir ümumiyyətlə psixoloji, belə deyək də, o sağalmalar? Bugün Yasamal filialındaydım. Buradan bütün kollektivimizi də salamlayıram və ABA proqramımızın möhtəşəm bir nəticəsini gördüm, yoxladım. Balamız 2 ay müddətində autizmi inkar eləmişdi. Autizm əlamətləri yox olmuşdu. Tanımadığım artıq nitqi formalaşıb. Qızım danışırdı. Bütün suallarıma cavab verirdi, diyaloqa girirdi, göz kontaktı qururdu. Çox sevindim, belə çox gözəl bir şad xəbər oldu bizim balamız üçün. Bu neçə müddətə əldə? Cəmi 2 ay ərzində. 2 aya. İndi bir şey deyim, autizmin ümumiyyətlə müxtəlif, belə deyək də, sahələri var. Biri danışır, biri danışmır. Bəli. Bax, bəzən valideynlər də çaşır, bəzən diaqnoz da düzgün qoyulmur. Bəli. Çünki mən də bilirəm, bu işin içində olmuş bir insan kimi. Bəzən valideyn çaşbaş qalır. Biri autizmdir, biri əqli gerilik deyir. Bunları biri-birindən ayıran nədir və nəyə yaxındır? Mən də onu bilim. Ümumiyyətlə, autizm spektr pozuntusu uşaqlarda 12-18-ci ayında yavaş-yavaş özünü göstərir. Məsələn, əvvəl danışa bilən uşaq yavaş-yavaş reaksiyaları sönür, adına reaksiya vermir. Ana deyir ki, əvvəllər bacısının adını haylayırdı, atasına müraciət edirdi, gəl deyirdi. İndi uşağım elə bir sanki kardır, çordur. Bu sonradan əmələ gəlir. Bəli, yavaş-yavaş əlamətlər artmağa başlayır. 2 əlamət, üstünə düşmədim 5 əlamət. Get-gedə və valideynlər bu zaman təlaşa düşənlər qazanır. Bax, məsələn, bugün o Yasamaldakı qızımın anası gətirəndə, yəni 3 yaş ərəfəsində idi, hələ 3 yaşı olmamışdı. İndi hal-hazırda 3 yaş olub 2 ay ərzində və maşallah möhtəşəm nəticə 2 aya. Niyə? Çünki hələ canına yapışmamışdı bu xəstəlik. Əlamətləri görən kimi 4 yaşından tez gələ üstünə düşəsən. Baxın, bir şey deyim də, Ağalar müəllim. Bax, mən bu şeylə razı deyiləm. Əşi dayısına oxşuyur. Danışmır. Bizdə nəsildə var. Vaxtı var, danışacaq. Bildirçin yumurtası verin, danışacaq. Gedin, aparın, nə eləyin, danışacaq. Nə bilim, gecə yatanda balışının altına nəsə qoyun, səhər danışacaq. Kurafata bağlı, kurafata. Yox, qohumumuz da belə olmuşdu. Amma vaxt keçir, il keçir, uşağın böyüyür, amma uşaq o belə deyək də, yaşıdlarından geri qalır və qüsurlu davam etməkdə gedirik. Deyirəm, geciktiririk. O vaxtda belə şeylər var idi mi? Ay ağalar, mən həmişə özümüzün uşaqlığımızdan müqayisə edirdim ki, yəni həmişə eşidirdi ki, filan kəs 90 neçə yaşına çatdı, dünyasını dəyişdi. Mən çox nadir halda eşidərdim ki, xəstə uşaq doğuldu. Autizmi mən indi bildim. Down sindromu bilirdim. Yəni ki, belə bir 47 xromosom, onu bilirdim. Amma uşağım əsəbidir. Uşaq belədir, uşaq elədir, uşaq belədir. Niyə indiki uşaqlar bax bu cür doğulur? Niyə? Səbəb nədir? Maşallah olsun ki, onun da qarşısı alındı ki, qohum əlaqəli evliliklər həmişə ona qarşı idik. Bunu dövlət tərəfindən də artıq rəsmiləşdirdilər. Bax, buna sevindim. Bunu da qoydum bir kənara. Keçən dəfə də mən Narınc xanıma sual verdim.
havadandır, qidadandır, yeməyimizdəndir. Təmasın azlığındandır. Təmasın azlığı. Təmasın O vaxt- azlığından. Bəli. Autizm nədir? Təmas sevmir. Reaksiyaları sönükdür. Ünsiyyət sevmir, ünsiyyətə girmir, səsi sevmir. Məsələn, onlar heç bir toya, tədbirdə olmaq istəmirlər. Qulaqlarını tuturlar, yaxına gəlmirlər, hətta qışqırırlar, ağlayırlar. Niyə? Keçmişdə ayaqların gəzərdik. Həyət bacada oynayardıq. Bəli, hamımız. Təmasımız olardı. Bəli, Həyətdə bəli. 7 şüşə oynayardıq. Qaş tutda oynayardıq, ortada qalda oynayardıq. Bu təmas insanın Fikirlərin bəli analar. reaksiyalarını oyadır. Uşaqlar nə qədər az təmas gördüsə, indi nə edirib? Körpədə öpməyin mikrob keçər. Hə. Filan şeydir, belədir. Hər zaman bir uşağı sanki bir izolə eləyirik. Valideynlər belə dedə, bunun belə dedə hazırlığını valideynlər özü Bəli, edir. ünsiyyət zəifliyi. Yəni, uşaq səsin, nəsə, at bir dayanala telefonu get, dayan görüm. Bəli. İnanın, Telefonla sustururuq mən hansısa hamını. bir kafeyə, restorana gedəndə görürəm ki, hansısa ailədir, ailə yığıncağıdır. Baxırsan, ana, ata, bala. Bala öz telefonunda, ana öz telefonunda, ata öz telefonunda. Yəni, adı ailəcə yeməkdir həftə sonu, amma ünsiyyət yoxdur. Amma əvvəllər necə idi? Biz axşam atamız evə gəlməsə yemək yeməzdik ki, atam gələcək, Çox pis süfrə açılacaq, zəmanəyə gəldik. Ay, yeyəcək. Rühəngiz İndi hərə bir xanım. saatda yeyir. Ünsiyyət çox zəifdir. Nəsə demək və istəyirsiniz? bu problemlər Laqeyd bir artır. zamandayıq. Çox Niyə? laqeyd Valideynlər dəfələrlə olub ki, maşın yolunun qırağında görürəm. Anaya deyirəm ki, ya dükan bağlanır, açılır. Ana paltarlara baxır, uşaq çıxdı bayram maşın yoluna. Deyir, sənə nə? Özüm bilərəm. Baxıram ki, mən müğənni olaraq ürəyim yanır. Anam vecinə Bəli. deyir. Ay xanım, niyə narahatsan? Belə eləyir. Təbii ki, uşaqla məşğul olma. İstər deyir danışıqda, istər hərəkətində, istər onun gələcəyini qurmaq üçün uşaqla məşğul olmaq. Beləliklə, müasir texnologiya bizim hamımızı rahatladıb. Bir il mən özüm gedirəm evə, hə? Məsəl üçün, telefona çox nadir halda baxaram da, indi redaktorumdan nəsə lazım olsa, nifrət edirəm o telefona. Amma baxıram ki, evdə birinin əlində, o birisi əlində, deyirəm, ay, ananız gəldi. Dünən isə nə ilə rastlaşmışam? Artıq saat 12-nin yarısıdır. Əlişqanın xəbəri yoxdur ki, mən evə gəlmişəm. Ha, baxın, görün, mənə yazsa nədir, sən evə gəlirsən, dedim, sən ayılsan telefondan, bilərsən ki, anan artıq 2 saatda evdədir. Nə tər əsəbləşdimsə, reklamın vaxtıdır. Biz uşaqlardan danışırdıq və belə anladım ki, autizmi yaradan, bax, bu cür xəstəliyi yaradan biz valideynləri uşaqlarla çox danışmırıq. Bəli, əvvəllər Nariş xanım düz deyir. Həyətdən anam bizi evə sala bilmirdi. Elə deyirdi, dayan oynayıram, dayan oynayıram. Axşam saat 12, 11, nə bilim, zorla tərin suyun içində gəlirdik və yatırdıq. Artıq nə söhbətə başımız qarışırdı, nə televizora başımız qarışırdı. İndi o vaxtı texnikada bir başqa idi. Uşaqlıq dövrümüzü belə xatırlayırıq. Amma Rühəngiz xanım, siz mikrofonu götürün əzizim. Müsahibələrinizdən birində demişsiniz ki, mənim uşaqlığım heç də yaxşı keçməyib. Nədir yaxşı keçməyən əzizim? Uşaqlığım deyəndə lap uşaqlığım yox, biraz da yəni. Yeniyetmə dövrü mü? Yox, elə Gənc. 10 neçə yaşdan sonra. Aha, bəli. niyə? Səbəb nə idi? Qardaşımın xəstəliyi belə də başqa cür idi. Ailədə artıq formalaşan, belə deyək, bir xarakter sizin mühit, bəli. Gestapo idi da, Gestapo. Yəni Hə, zəhərli elə və saxlayırdı. başınızın Elə 10 il üzərində. məktəbi oxuyunca elə Qadağalar mı qoyurdu? hər şeyə. Zəng vuruldu, evdə olmalıyıq. Xanım, o olmaz, bu olmaz. Bu cür uşaqları sıxmaq hansı xəstəliyə gətirib çıxarır? Bax, bu barədə danışaq. Ümumiyyətlə, bacılar, qardaşlar gəlib valideyn rolunu oynamaya, ailə də bunu verməyə uşağa. Yəni, bir qardaş ata rolunu oynayamaz. Bunu ata və ya ana tələbləri qoymalıdır. Evdə rollar dəyişərsə, bu zaman evin harmoniyası, ailənin harmoniyası pozular. Bəzən hətta valideynlər uşağa bir analıq rolu edir. Sən böyüksən, balacaya bax, nəzarət elə, bunu belə elə. Əksinə, uşaqları vaxtından tez böyüdürük. Və ya sən oğlansan, bacının arxasıca get, bunu belə elə, onu Olmaz mı elə. elə? Xeyr, çünki bu rollar bunu ata eləməlidir. Ata edə bilər və uşaq Əgər öz evdə ata atasından... yoxdursa, Əgər yaş fərqi çox böyüdürsə, ata obrazını götürə bilər. Amma bu çinləndirir. Çünki uşaq ana-atasından çinlənmir.
o qardaş Yaşadığı bacıya o- çinlənir. o bura. Yəni qardaş bacı bir-birini incirsə, inanın 50 yaşı, 60 yaşı belə olsa unutmur ki, bacım mənə belə incidərdi. Ya da qardaşım mənim bunu Psixoloji edərdi. travma alır. Bəli. Aa. Amma ana və ataya kin saxlaya bilmirsən. Nə qədər dalaşsan da, xətrinə dəysən də, çox qəribə bir Allahın verdiyi bir sistem var ki, mühit var ki, ana atadan insan incimir. Ona görə də uşaqları bir-birinə kinli böyütməmək üçün bir-birinin həyatına qarışmağa şərait yaratmamalıyıq. Məktəbdən evə gəlmək tələbini qoyursa, ona qardaş yox, ata qoysun, ana qoysun, ata yox da ana qoysun. İkisindən biri vardır Fərq etmir. valideynlərimizin. Anladım, anladım. Onda bu zaman uşaq daha qaydalara tabe olur və əzilmir. Amma fikirləşir ki, o da mənim kimi eyni hüquqludur, o da oğlan, evin oğludur, mən də evin qızıyam. Mən Niyə o mənim razıyam üstümdə bu hakimiyyət fikirlə. qurmalıdır? Üstünə Niyə o gedir məni daha. əzməlidir? Bəli, və bu zaman hüquqları Mən tam razıyam. Bilirsiniz niyə? Siz danışdıqca mən bacım, qardaşım məndən 10-11 yaş böyük idi. Qardaşım 11 yaş məndən böyük. Həmişə məsəl üçün mənə nəsə belə qışqırmaq istəyəndə anam deyirdi, bilirsən nə var? Onun anası, atası bilər. Biz deyəndə get otur. Bax, onu siz burada düz deyirsiniz. mövqeyini Get çox öz işinlə yaxşı məşğul göstərib ol. ananız. Biz baxırıq, nəzarət eləyirik. Nəysə, bu çox önəmlidir. Ha, indi yadıma düşdü. Uşaqlar əzilməməlidir. Əzilməməlidir. Tam Bir-birinin razıyam. tərəfindən. Tam razıyam Çünki sizlə. o da evin uşağıdır, eyni hüquqlara malikdir. Mən də evin qızıyam, eyni hüquqlara malikəm. Bu valideyn bu öz məsuliyyətini uşağın Görürsünüz ki, boynuna insan İntihara yükləməməlidir. sövq eləyir. Baxın necə yadında məndə qalır olur o belə. travma. Vay vay vay. Hardasa razıyam ha, tam yox, 90 yox. Bir 10% razıyam ki, biraz qız uşaqlarını saxlamaq lazımdır. Çox azadlıq vermək lazım deyil. İndi baxır o ailəyə və insan özündən də hansı asılıdır. formada, indi mən də tərbiyə Hə, eləmişəm də, Rəngiz yəni xanım, hansı formada, insanın özündən necə, asılıdır, valla. yenə də uşağı boş buraxmaq olmaz. Məni də azad Heç bir böyüdüb yaddan çəkindirmək valideynlərim, lazımdır, amma bu insanın özü. özündən Mən çox onu asılıdır. deyirəm. Deyirəm, Narınc xanım, o vəziyyətə gəlmişik ki, məsələn, evdən çıxanda belə eləyirik, ütünü görəsən yanılı qoydum, məsəl üçün də. Yaddaşsızlıq, onu çıxarmır. Yox, yəqin çıxartmışam, gedirik. Telefon qalır, neçə kilometr qayıdıb təzdən o telefonu götürür. Oğlum, bizə o qədər doğmadı. Niyə Həyatımızın belə düz deyil də biz parçasına deyə bilmərik niyə belə vəziyyətə gəldik. Düz deyir Rəngiz xanım. Biz özümüz hər şeyi edirik aşırı dərəcədə. Ailə var ki, ümumiyyətlə uşaq var ki, 10-12 yaşı var, heç bilmir telefon nədir. Ailə bunu tətbiq edir. 1 yaşında uşaq Baxın, götür yığır telefonu. Siz oturan kimi dediniz ki, bax dediniz ABA proqramı ilə işlədim. İndi bizim qonaqlarımız və çox tamaşaçı bilmir ABA proqramı nədir. Amma biz hər dəfə deyir, təkrar biliyin anasıdır. Deyək. Hətta ABA proqramında bugün bir balamız var idi. Aha. Babası böyük bir yeşik bizə şaftalı gətirdi. Balam ilk dəfə idi saçını kəstirirdi. Yəni düşünün, uşağın 6 yaşı var və ana deyir ki, əhd eləmişdim ki, mən övladımı aparacam salona, saç ustasının yanına. Sakit otursun Və başına qəşəng bəzəklər vurub mən onu belə deyək də saçlarını kəsə biləcəm. Məsələn, autizm spektr pozuntusunda belə uşaqlar toxunulmağı sevmir, səsi sevmir, maşının o saç qırxan maşının səsindən qorxu yaşayırlar. Məsələn, biz o nəticəni 1 ay yarıma almışıq Sumqayıt filialımızda. Ay, nə gözəl. Bugün şaftalların çoxlu şəkillər, bütün uşaqlarımız qəşəng. elədi, dua elədi, babası göndərmişdi. ABA proqramı niyə görə belə tez nəticə maraqlıdır. alırıq? ABA proqramında bax o yanda da gördüyünüz kimi göstərsiniz. Uşaqlar 8 saat bizi ilə bu məktəbdə olur, ABA məktəbində. ABA məktəbi təhlili davranış təməlli bir terapiya üsuludur. Uşaq gəlir, inanın, valideynə deyirəm ki, dişin fırçalama gətir uşağı bizə. O fırçanı tutmağı da biz öyrədəcək, dişin fırçalamağı da biz öyrədəcək. Necə çəngəli düzgün tutmalıdır, qaşıqdan istifadə etməlidir. Məsələn, Çeynəməyi də çox uşaq bacarmır. Xüsusi masajlar, loqopedik masajlar eləyirik, dilin, dodaqların, hər bir şeyini orada. Məsələn, ana deyir ki, mən autizmli uşaqlar yeməkləri seçir. Ancaq tək-rəng yeməkləri yeyir. Kartof qızarması, makaron, Eynən. ancaq tikə çəkilmiş ət, işləm görmüş ət, tək-rəng qidalar yeyir. Məsələn, ana deyir, mən uşağım acından ölər, 8 saat orada olsa, deyirəm, biz yemək təlimi də keçirik. Onu tikətlə Necə tanış gözəldir, eləyirik. baxın. Uşaq hər şey, məsələn, yatırsa pijamasını necə çıxartmalıdır, necə giyinməlidir, necə qəşəngdir. səliqəli qoymalıdır, necə yatmalıdır. Evdə yatmayan uşaq bizdə yatmağa başlayır. Çəngəl tutmayıb canavar kimi yeyən uşaq bizdə çəngəl tutub Evdə ana rahatlıqla qışqıracaq, yeyir. amma Narınc
ana qışqırmır heç kimin Bəli, üstünə. bu terapiya üsulunda qışqırmır. Əksinə uşaq təməlli bir terapiya üsuludur. Ancaq uşağın öz güvənini qaldıraraq və xüsusi terapiyalar keçir. Məsələn, burada aparatla beyin impulslarını bərpa edirik. Çünki autizmin %30%-ında əqli inkişafdan gerilik də olur. O beyin impulslarını bərpa edirik. Bu terapiyanın üçün su var. Hovuzunu həftədə 2-3 dəfə hovuz su terapiyası xüsusi fizioterapevt tərəfindən. Çünki onlar suya girməkdən qorxurlar, təması sevmirlər, su onlar qorxudur. Bir də bir şey deyim, Narınc xanım necə gözəldir və bəzən elə olur ki, baxın nəyə deyəcəm sizə. O dəqiqə soruşurlar, neçəyədir? Ay, yo, mənlik deyil. İnandırım ki sizə, o qiymətə, məsələn, çox böyük də qiymət deyil, çünki mən araşdırmışam, soruşmuşam Narınc xanımdan. Bəzən o qiymətə siz ömrünüzün sonuna qədər o uşağa müalicə tökəcəksiniz 5 qatını, ortada nəticə olmayacaq. Amma bir dəfə Narınc xanıma o ABA terapiyasında uşaq bütün sıfırdan yenilənir. Uşağın bütün dünya görüşü yenilənir. Uşağın beyni yenilənir. Çünki mən o yeniliyi sevirəm. 1 saat aparırlar loqopedə. Ağzın masaj elədi, göndərdi. Gəlir evə, telefon əlində. Həmin Ana şey. deyir ki, mən sizin tapşırıqları, məsələn, deyirsiniz ki, bu tapşırığı eləyin. Mən gedib o evdə eləyəmirəm. Uşaq mənə eşitmir. Qışqırır, bağırır. Çünki anasısan axı, sənə eşitməz. Düzdür. Amma burada, yəni bir masaj deyil. Burada aparat var, burada loqopedik masajlar var, burada sensor terapiya var. Ayaq masajları, əl masajları var, həm fərdi var, həm qrup şəklində var. Yemək, yatmaq, hətta çinməyi belə, tualet təlimi. Uşağa bir ay bezdən çıxardırıq. Uşaq 7 yaşı var, ana heç bezdən çıxarda bilmir. Hələ bezin pulu 500 manatdır ayda. Ay, Mətanət xanım, inanın, hesablasaz, o valideyn nə qədər xeyrə düşür. Bəs mən ona deyirəm, xeyrə düşür. Xərclərini belə, hələ adicə bir. Siz deyin ünvanı, şöbəmiz mən bir var, dənə 8 keçim buradan. şöbəmiz var. Sumqayıtda var, Xırdalanda var, Neftçilərdə, Xaqlarda, Razin, Bakıxanov filialında. Bəli, biz elə bir şərait yaradırıq ki, valideyn xüsusi uşaqla çox uzaq yola getməsin. Rahatlıqla evinin yanında, özdə telefondan izləyirlər. Bundan artıq nə istəyirlər? Telefondan yazırıq. Valideynlər telefondan izləyirlər şeyi. Görün necə gözəldir. Övladlarına baxırlar. Hər həftə yoxlanışları, məlumatları verilir, e-maillə göndərilir və övladın indi nə edir? Hardadır? Çimir, yatır, yeyir, dərsdədir, masajdadır, hər birisi aparatdadır. Hər birisi orada görə bilir rahatlıqla. Bu müqəddəs işdir. Çox təqdirə layiqdir. Bu ayın neçəyə başa gəlir yəni sizin zəhmətiniz? Yəni saatı cəmi 5 manatdır. Çox qəşəngdir, çox. Hər bir uşağa fərdi proqram hazırlayırıq. Elə uşaq var 8 saat ehtiyacı var. Bəlkə də bizim özümüz də çox travmalar almışıq, məsəl üçün. O uşağın ehtiyaclarına uyğun. O şeyləri biz indi yaşayırıq, elə deyilmi Rəngiz xanım? Yaşayırıq. Vaxtında, bax bu cür mərkəzlər olsa da, psixoloqlar olsa, baxın, mən sizə elementar bir şey deyəcəm. Bir əlinizdən bir dənə nəsə belə bir salın, o taqqıltıya siz görsəz mən necə sinirlənirəm, əsəb keçirəm. O deməli, bəlkə mənə neçə uşaqlıqdan qalıb, nəsə bir sınsın, qab, boş qab. Siz bilirsiniz, bax belə eləyirəm, o cür hisslər keçirəm ki, o niyə sındı, o səsi eşitməyim. Bu özü travmadır da, bəlkə də uşaqlıqdan aldığım travmadır. Baxın, ona görə də Narınc xanıma, həqiqətən mən istəyirəm hər həftə burada olun, o qədər yeniliklər deyirsiniz və inanım ki, sizin yanınıza gəlmək istəyirəm artıq. Nə olar ki? Nə olar ki? Elə bilin ki, balaca uşaqdır Mətişdə. Elə balaca uşaq kimi bir şeyəm. Vallahi bəlkə də uşaqlıq travmalarını biz oyatmaq olur. Bəlkə də onları silmək olur. Bəli, mən hamınıza təşəkkür edirəm.